Uşaqlarımız müasir sürətli videolara baxarkən onların beynində nə baş verir? Alimlər valideynləri düşündürəcək faktları açıqlayıb, belə ki, uşaq ekrana baxanda onun beyni çox güclü dopamin simulyasiyası alır. Parlaq, sürətli, səsli görüntülər, hər 2-3 saniyədən bir yeni stimul. Beyin bu tempə öyrəşir. Sonra isə uşaq dərsə oturur. Ya ana ondan qulaq asmağı xahiş edir, ya da özünə tək oynamaq lazım gəlir, amma beyin reaksiya vermir. Çünki real həyat onun öyrəşdiyindən çox yavaş, çox sakit və çox darıxdırıcı görünür. Sinir sistemi səviyyəsində baş verənlər də çox dəhşətlidir. İxtiyari diqqət qabiliyyəti azalır, beyin artıq yanıb sönməyən və səs çıxarmayan şeylərə fokuslanmağı unudur. Özünü tənzimləmə zəifləyir. Uşaq gözləyə bilmir, impulslarını saxlaya bilmir, darıxmağa dözə bilmir. Sensor emal pozulur. Beyin sakit və zəif siqnalları normal qəbul etmir. Ona hər şey daha gür və daha parlaq lazımdır. Nitq inkişafı ləngiyir. Ekran danışmağı, cavab verməyi, fikir formalaşdırmağı tələb etmir. Beyin nitq zonalarını məşq etdirmir. Yuxu pisləşir. Mavi işıq, həddindən artıq həyəcanlanma və beyin axşam sönə bilmir. Yaxşı xəbər budur ki, uşağın beyni plastikdir. O, hər cür təcrübəyə uyğunlaşa, yenidən qurula və yeni neyron əlaqələri formalaşdıra bilir.